Uzun CSS dersi 38. qism CSS taqlidi element. CSS taqlidi elementni ba'zi turlarga alohida unum qo'shish uchun ishlatamiz. Taqlidi elementningki asos grammatikasi ma'qulolatda bo'ldi. Buningki mesela birinci xil taqlidi element first line taqlidi elementi. Buni asosliq abzasning tunji qurish uchun maxsus uslublar ishlatamiz. Buni tövəndiki xarakterlərə işlətişki buldu. Məsələn, font, color, background, məsələn, font nami, rəngi, anladığın ki, tag rəngi, ama bu word spacing xat arlıqdakı boşluq, hərf arlıqdakı boşluq, anladığın ki, text decoration, textin toğurlaş, vertical align, vertical toğurlaş, anladığın ki, text transform, line height, clear qatarlıq müş xarakter qiymetlərə işlətişki buludu.